18 iyun 2026-cı tarix və bugün bizlər üçün çox əhəmiyyətli bir tarixdir. Raif Məmmədov adına Döyüş Şeirəti Muzeyinin kollektivi üçün bu günlərin xüsusi əhəmiyyəti var və nəzərinizə çatdırım ki, bu günlərin Azərbaycanın milli qəhrəmanı Şirin Mirzəyevin anım günüdür və Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun anım günləridir. Hər iki şəhidimizin Raif Məmmədov adına Döyüş Şeirəti Muzeyində eksponatları var ki, hər zaman muzeyə gələn ziyarətçilərə qəhrəmanlar haqqında geniş məlumat verilir. Nəzərinizə çatdırım ki, Raif Məmmədov adına Döyüş Şeirəti Muzeyində qorunur saxlanan eksponatlar içərisində Azərbaycanın milli qəhrəmanı 18 iyun 1992-ci ildə şəhidlik zirvəsinə uzanan Şirin Mirzəyevin də eksponatları yer alır. Və nəzərinizə çatdırım ki, Şirin Mirzəyevin həyat yoldaşı Flora xanım tərəfindən muzeyə təhvil verilən bu eksponatlar muzeyin qiymətli eksponatlar sırasına daxil edilir ki, həmin eksponatlardan Şirin Mirzəyevin şəxsi çantası, şəxsi dəftəri, qələmləri, şəxsi sənədləri və ən çox sevdiyi stolüstü kitab, hüquqnamə kitabı da burada muzeydə sərgilənir. Və nəzərinizə çatdırım ki, Şirin Mirzəyevin minaya düşərək həlak olduğu yerdə yanmış avtomatlar tapılıb ki, bu da şəhid Hasan Xalidin anası Maya xanım tərəfindən muzeyə gətirilib, muzeyə verilir. Allah milli qəhrəmanımıza rəhmət eləsin. Nəzərinizə çatdırım ki, Şirin Mirzəyevlə bərabər minaya düşərək qəhrəmanlıqla həlak olan Yavır Babayevin, Qahir Hüseynovun, Araz və Mübariz Mirzəyevlərin də bu günlərin anım günləridir. Mübariz İbrahimov nəzərinizə çatdırım ki, 2010-cu ilin 18 iyun tarixində Tərtər istiqamətində erməni vandallarının hərəkətlərinə dözməyərək silahlanaraq qarşı tərəfdə onlarla erməni qanına qəltan etmişdir və Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüşdür. Və qəhrəmanın bizim muzeydə qorunub saxlanan şəxsi idman aləti var ki, bizim muzeyin işçiləri qəhrəmanın ev muzeyini ziyarət edərkən onun anası tərəfindən həmin idman aləti muzeyə eksponat olaraq verilmişdir. Və hər zaman muzeyə gələn, ekskursiya gələn insanlara, məktəblilərə, muzey əməkdaşları tərəfindən qəhrəman haqqında geniş məlumatlar verilir. Allah milli qəhrəmanımıza və bütün şəhidlərimizə rəhmət eləsin.